Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixində və tale yüklü məsələlərin həllində müstəsna xidmətləri olub. Dahi lider xalqın yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Xalqımızın mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildi. O, milli iftixarımız, hər bir Azərbaycanlının milli məfkürə işığına yönəldən lider, güvənc yerimiz, qürur duyduğumuz böyük Azərbaycanlı idi. Heydər Əliyev qabiliyyəti, qətiyyəti və uzaqgörənliyi onu dünya əhəmiyyətli məsələlərin həllində də söz deyə bilən nadir siyasətçiyə çevirmişdi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncə görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü biruzə verib. Heydər Əliyev hələ Sovet hakimiyyəti illərində Azərbaycan üçün önəmli layihələrə imza atmışdı. Hərçənd mərkəzi hakimiyyətin təzyiqi altında bu cür milli mənafəyə yönəlik işləri görmək təhlükəli və riskli idi. Fəqət Heydər Əliyevin cəsarəti, siyasi iradəsi və dəmir məntiqi qarşısında Kreml razılaşmalı olurdu. İstedadlı Azərbaycanlı gənclərin ittifaqın büdcəsi hesabına o vaxtki SSR-nin nüfuzlu ali məktəblərinə göndərilməsi, Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin təşkili, Respublikanın iqtisadi mənafeyinə xidmət edən sənaye müəssisələrinin tikintisi, tanınmış Azərbaycan klassiklərinin yubileylərinin Moskvada təşkili, Azərbaycan mədəniyyəti günlərinin iri miqyasda keçirilməsi, bütün bunlar böyük siyasi xadimin milli təəssübkeşliyinin və uzaqgörən siyasətinin bariz nümunəsi idi. Sumqayıt şəhərində Azərbaycan Respublikasının qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci il dönümü münasibəti ilə tədbir keçirildi. Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, icra aparatının əməkdaşları, bütün idarə müəssisə rəhbərləri və şəhər sakinləri iştirak etdi. Şəhər icra hakimiyyətinin başçısı Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq dahi liderin əziz xatirəsinə hörmət əlamətini ifadə etdi. Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. 1993-cü ilin yayında ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev yenidən canından artıq sevdiyi vətənini xaos və vətəndaş qarşıdurmasından yeni uğurlu və dünyəvi bir yola çıxarıb. Qısa müddət ərzində bütün sahələrdə dönüş yaradıldı. Dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar. O, qərbə inteqrasiya rolunu tutdu. Ən çətin anlarda belə Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirərək milli dövlətçiliyin, milli mənafələrin ifadəçisi kimi Azərbaycan antimilli qüvvələrin qarşısında sipərə çevrildi. Heydər Əliyev fenomeni, onun şəxsiyyətinin ucalığı, fövqəladə idarəçilik qabiliyyəti, yüksək intellekt nəticəsində dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri arasında onun adı həmişə birincilər sırasında çəkilib. Azərbaycan coğrafi cəhətdən kiçik olsa da, Heydər Əliyevin böyüklüyü bu ölkəni dünyanın böyük dövlətləri ilə bərabər hüquqlu tərəfdaş səviyyəsinə gətirib çıxartdı. Onun xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünya görüşü, polad iradəsi, mərdanə qətiyyəti, həssas qəlbi, möhkəm səbri, yüksək intellekti və ziyalı mövqeyi bir dövlət başçısı kimi ən yüksək keyfiyyətləri idi. Xalq qarşıya çıxan hər hansı bir çətin problemlərin həllini, xilaskarlıq missiyasını yalnız Heydər Əliyevdə gördü. Onun siyasəti ölçülüb biçilmiş, gələcəyə ünvanlanmış siyasət idi. Bugün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı Ulu Öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir.
Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırıb. Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaradıb. Xalq bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha da sıx birləşir. Gülər Quliyeva, Elbrus İsmailov, Dünya TV.